Son günlər bank kartı məlumatlarının ələ keçirilməsi məqsədi ilə göndərilən saxta SMS-lərin, zənglərin və internet linklərinin sayı xeyli artıb. Dələduzlar vətəndaşlara bonus qazandınız, mükafat qazandınız, hesabınız bloklanıb, təcili ödəniş edin kimi cəlbedici və ya panika yaradacaq məzmunlu mesajlar göndərərək onları aldadıb bank kartı məlumatlarını ələ keçirməyə çalışırlar. Mütəxəssislərin bildirdiyinə görə fırıldaqçılar adətən rəsmi qurum və ya bank adı ilə danışdıqlarını iddia edir. Qurbanı linkə daxil olmağa və ya kart məlumatlarını qeyd etməyə məcbur edirlər. Saxta linklər isə bankların rəsmi saytlarının vizual sürətini yaradaraq vətəndaşın daxil etdiyi kart nömrəsini, FIN, CVV kodu və ya digər şəxsi məlumatlarını avtomatik olaraq dələduzlara ötürür. Qurumlar və hüquq mühafizə orqanları bildirir ki, banklar heç vaxt SMS və ya zəng vasitəsilə kart məlumatlarını tələb etmir. Naməlum nömrələrdən gələn linklərə daxil olmaq qətiyyən olmaz. Təcili ödəniş, təhlükəsizlik yoxlanışı, hesab bloklanım kimi ifadələr fırıldaqçılıq əlamətləri sayılır. Şübhəli hal olduqda dərhal bankın rəsmi qaynar xətti ilə əlaqə saxlanılmalıdır. Vətəndaşlara tövsiyə olunur ki, smartfonlarda antifraud və təhlükəsizlik tətbiqlərindən istifadə etsinlər, telefon nömrələrini və kart məlumatlarını tanımadıqları şəxslərə ötürməsinlər və sosial şəbəkələrdə yayılan bonus və hədiyyə kampaniyalarına ehtiyatla yanaşsınlar. Mütəxəssislər xəbərdarlıq edir. Bu cür saxta mesaj və zənglər real maliyyə itkilərinə, kart hesablarının tam boşaldılmasına səbəb ola bilər. Buna görə də hər bir vətəndaş diqqətli olmalı və öz maliyyə təhlükəsizliyini təmin etməlidir. Dilbər Vüqar qızı, Bölgə TV.